qulaq asın. Burada baxırıq. Bax, birinci A cisminə baxırıq. Əziz də demişdim, əlimə başa düşmürəm. Deməli, buradan baxırıq ki, bu cisimə, bax, bu cisim, bax, buradan bir F qüvvəsi tətbiq olunur. Biz demişdik ki, eyni qüvvə, eyni qüvvə olmalıdır. Deməli, burada bir F qüvvəsi tətbiq olunursa, burada bir F qüvvəsi, burada bir F qüvvəsi tətbiq olunur. Bax, eyni ip üzərində eyni qüvvə. Deməli, bu cisimə baxsaq, yəni bu cisimə, yuxarıya doğru 2F qüvvəsi, aşağıya da P təsir göstərir, yəni cisimin çəkisi. Buradan biz F'i tapsaq, oldu P bölüsü 2. Deməli, bizə F bərabər P bölü 2, 1'ə uyğun A variantı gəlir. Keçdik bu qismə. Burada da bu cisimə baxsaq, bu cisimə eyni ip üzərində eyni qüvvə, deməli, burada oldu F. Bura F olanda, bura F olanda, bu ipin bu ucuna 2F qüvvəsi və bu eyni ip üzərində eyni qüvvədən burada 2F qüvvəsi tətbiq olunur. Deməli, biz bu yükə baxanda, aşağıya doğru bir P qüvvəsi, yəni P çəkisi olan bir yük asılır. Deməli, aşağı cismin çəkisi P, yuxarı isə F və 2F qüvvələri tətbiq olunur. Deməli, 3F bərabər oldu nəyə? P-yə. Buradan F'i tapsam, oldu P bölü 3. Deməli, bu da neçə dəfə qazanc verdi? 3 dəfə qazanc verdi. Onda bu da B variantı da 3'ə uyğun gəlir. Keçdik bura. Burada da deməli baxırıq ki, burada 2 dənə tərpənən blok var və 2 dənə tərpənən blok qüvvədə 4 dəfə qazanc verir. Deməli, burada da 4 dəfə qazanc verəcək. F bərabər P bölünsün 4 olacaq. Deməli, bu da C variantı da 2'yə uyğun. Keçdik bura baxırıq. Burada da eyni ip üzərində eyni qüvvədən bura F'dir. Və eyni ip üzərində eyni qüvvədən bura da F'dir. Və deməli, bura F olanda, bura F olanda, bura 2F olacaq. Bura 2F olanda eyni ip üzərində eyni qüvvədən bura da 2F olacaq. Deməli, baxırıq ki, bu cisimə aşağıya doğru P, yuxarıya doğru 4F qüvvəsi tətbiq olunur. Onda 4F bərabər oldu P'yə. Yenə də F bərabər P bölünsün 4. Deməli, P bölünsün 4-də 2'yə uyğundur və burada D variantıdır, bura uyğun gəlir. Keçdik, bu birisi də qüvvədə qazanc vermir. Qüvvədə qazanc vermədiyinə görə, yenə eyni ip üzərində eyni qüvvəni tətbiq edəsi, bura F qüvvəsi, burada cismin P'si, deməli, F bərabər P. Bu da heç birində olmadığına görə, heç bir şərtdə, deməli, bu ifadə alınacaq və bizim cavabımız A, C, D, B olacaq.